Yeməkdən sonra niyə görə uzanmaq olmaz? Yeməkdən sonra çoxumuz biraz uzanmaq istəyirik. Divanda uzanırıq ya da ki, yerimizdə gözümüz yumulur. Elə bilirik ki, bədən dincəlir. Amma əslində həmin an mədəyə xeyirdən çox zərər veririk. Çünki yeməkdən sonra uzananda mədə ilə qida borusu eyni səviyyədə olur. Bu vəziyyətdə mədədə olan turşu rahatlıqla yuxarı qalxır. Normalda ayaq üstə və yaxud da oturan yerdə turşu aşağıda olur. Amma uzanan kimi yol açılır, nəticədə sinədə yanma başlayır, boğazda acı turş dadı olur, bəzən öksürək də tutur, səs batır. Bəzi adamlar deyirlər ki, mən uzanan kimi mədəm yanır. Bunun səbəbi də elə bax budur. Ona görə də yeməkdən sonra ən azı 2-3 saat uzanmamaq çox vacibdir. Xüsusilə axşam yeməyindən sonra gec yeyib dərhal uzananda bu problem daha tez və daha ağır formada ortaya çıxır. Əgər sağlam həyat tərzinə riayət eləyirsinizsə, yenə də bu problemlər keçmirsə, o zaman dərmanlardan da istifadə eləmək olar. Boğazda narahatlıq davam eləyirsə, artıq mədə turşuluğunu nəzarətdə saxlaya bilmirsinizsə, o zaman bax Temzo kimi dərmanlar həkim məsləhəti ilə sizə tövsiyə oluna bilər. Temzo mədə turşuluğunu azaldır, yanma və qıcıqlanmanı sakitləşdirir. Turşunun qida borusunun qalxmasının qarşısını alır. Gündə bir dəfə səhərlər qəbul olunur və təsiri gün boyu davam eləyir. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə eləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.